ölkədə həqiqətən vəziyyət, durum çox çətindir. Azərbaycanda ətin kilosu, indi bu yəqin ki, Qurban bayramına görə belə qalxıbdır. Quzu ətinin kilosu 35 manat olubdur. Baxın, indi bunu kim ala bilər? Əgər bir ölkədəki işləyən, dövlət işində işləyən insanların maaşı 500 manat, 600 manatdırsa da, ən uzağı 1000 manat da, 1000-1100 manat maaş alırlar Azərbaycanda işləyənlər. 35 manat kilosu olan bir əti bu insanlarımız nətər alsınlar? Sabahlarım bütün müsəlman aləminin ən müqəddəs bayramı olan Qurban bayramıdır da. Qurban əti, biz uşaqlığımızdan da görmüşük ki, bütün evlərdə qurban əti qaynadılmalıdır, həmin günü bişməlidir. Baxın, bəyənmədiyimiz Sovetlərin devrində bizim kənddə hər bir evdə, hər bir məhəllədə qurban kəsilərdi. Amma gəlin görək bunu bu günlərim insanlarımız bu müstəqil Azərbaycanda bunu eləyə bilirlərmi? Kəmalə xanım, Vaqif Əmrahov adlı izləyici yazır ki sizə, Kəmalə xanım, mən 184 manat pensiya alıram. Deməyə də qorxuram, 70 yaşım var. Mən 30 manatı əti necə yeyim? 35 manat kilosu olan əti bizim bu insanlarımız nətər alsın? Heç cürə mümkün deyil. Ona görə də nə yeyə bilirlər, nə kəsə bilirlər. Azərbaycan insanı, Aybəniz xanım, bugün xəstədir. İnanın ki, Azərbaycan xalqının ruhu xəstələnibdir. Psixoloji durumu yerində deyil. Niyə? İnsanlarımız qayğı içindədir. Evlatlarını düzgün qidalandıra bilmirlər, özləri düzgün qidalana bilmir. Belə pis bir vəziyyətdədirlər. Üzləri gülmür, gedən gələn, məsəl üçün biz hamı, siz, mən, biz xaricdə yaşayırıq da. Vətənə gedib gələnlər hamısı Azərbaycandakı durumdan dəhşətə gəlirlər ki, bura yaşanlası yer deyil, belə yer olmaz. İnsanlara dəyər verilmir, insanların haqqı yoxdur, hüququ yoxdur. Belə bir iş olmaz. Azərbaycan xalqı ayağa qalxmalıdır, öz haqqını, öz hüququnu tələb eləməlidir. Gəlin, dəyərli xalqım, mən həmişə deyirəm, biz deyirik, bizim təşkilatımız deyir. Bu hakimiyyət təşkilatlanmadan qorxur, qorxuya düşür. Gəlin, Azərbaycan Milli Müqavimət Hərəkatına qoşulun. Azərbaycan Xalq Parlamentinə namizədliyinizi verin. Gəlin, təşkilatlanağın sonunda birlikdə ayağa qalxıb bu hakimiyyətə etiraz eləyəyin, bizim səs vermə hüququmuzu özümüzə qaytarsın, bizim hüquqlarımızı özümüzə qaytarsın, bunun uğrunda mübarizə aparmalıyıq. Biz azad seçki tələb eləməliyik bu hakimiyyətdən. Net ki, bunlar yoxdur. Bəzi adamlar mənə zəng eləyib deyirlər ki, biz də qoşulmaq istəyirik, amma siyasi cəhətdən savadımız yoxdur. Mənim əzizlərim, mən həmişə deyirəm, bura siyasi savad lazım deyil. Əgər mən deyirəm, sən öz haqqını, hüququnu bilirsənsə, sən hakimiyyətin sənə elədikləri pislikləri görürsənsə, sənin yaşayışını, sənin mənliyini ayaqlar altına salır, sən bunu dərk eləyirsənsə, bu sənə bəsdir. Artıq demək, sən mübarizəyə qoşula bilərsən. Əsas odur ki, biz bu hakimiyyətin Azərbaycan xalqının düşməni olduğunu görməliyik. Biz bunu anlayandan sonra inanın Allaha hər şey yolunda gedəcəkdir. Bəli, 28 may yaxınlaşır. Qurucu babalarımızın bizə bəxş elədiyi gözəl bir tarixi gündür. 1918-ci ildə Gürcüstanda, Tiflis şəhərində 28 mayda Xalq Cümhuriyyəti elan edildi. Qurucu babalarımız tərəfindən, Məmməd Əmin və onun tərəfdaşları tərəfindən ruhları qarşısında baş əyirik. Bizə gözəl bir dövlət bəxş elədilər. Amma çox heyflər olsun ki, 23 ay yaşadı. Mənim rəhmətlik dədəm deyərdi ki, biz balaca olanda, Gəncədə bir dövlət qurulmuşdu ki, inanın ki, haqq, ədalət, nə oğurluq eləyən var idi, nə qanunsuzluq eləyən var idi. Hamı bir-birinə hörmətlə yaşayırdı, heyf ki, çox az yaşadı. Biz
həmin günü 1991-ci ildə geri qaytardıq, yenidən bərpa elədik. Amma rəhmətlik Elçi bəyin hakimiyyətdən getməsindən yenə azadlığımız əlimizdən alındı. Bugün yenə biz bərbad vəziyyətdəyik. Nə haqqımız var, nə hüququmuz var. Hər şey ayaqlar altındadır. Aybəniz xanım, mən həmişə deyirəm ki, bəlkə də çox danışdım, çox üzr istəyirəm. Bir də onu deyim ki, dəyərli xalqım, 28 mayda Novxanıda çox xahiş edirəm, milli müqavimətlə bir yerdə, Azərbaycan Xalq Parlamentinin deputatlarıyla birlikdə ziyarətə getməyinizi çox xahiş edirəm. Biz kənarda yaşayanlar iştirak edə bilmirik, amma inanın ki, ürəyimiz oradadır. İnşallah Azərbaycan müstəqilliyini, tam demokratik bir devlət olandan sonra hamılıqla bir yerdə inşallah biz də orada iştirak edərik. Bir şey də deyim, yadıma düşmüşkən Aybəniz xanım, mən həmişə deyirəm ki, gəlin biz qarnımızın davasını eləmirik. İnanın ki, ətin kilosu budur, o birisi nə bilim meyvənin kilosu budur, düzdür. Uşaqlarımızın sağlam böyüməsinə çox böyük təsir eləyir. İnsanlarımız xəstələnir, deyir, sağlam bədəndə sağlam ruh olur. İnsanlarımızda sağlamlıq olmayanda ruhları, psixologiyaları da düzgün olmur. Bu bir başqa, amma biz bu hakimiyyətdən niyə dad eləyirik? Ona görə ki, bizim haqqımızı əlimizdən alıbdır. Tərtər hadisələrini işlətməklə Azərbaycan kişisini yerdən yerə vurubdur. Azərbaycan xalqının mənliyini ayaqlar altında alıbdır. Bu dəqiqə ölkədə biz hüquqi devlət istəyirik. Bizim tələbimiz nədir? Biz hüququn aliliyini tələb edirik. Hüquqi devlət istəyirik. Biz istəyirik ki, bizim də xalqımız Avropadakı, demokratik ölkələrdəki kimi yaşasın. Baxın, Ermənistanlar, mən Qafqazı deyim, Cənubi Qafqaz respublikalarını. Ermənilər necə yaşayır, Gürcülər necə yaşayır, onlara qarşı hansı zorakılıq olur. Amma bizim alimlərimiz, professorlarımız, baxın, Nazim Baydəmirli kimi iqtisadiyyat elmləri doktorunu nəyə görə Gədəbəydə söyüklü hadisələrinə, üzünə biber qazı sıxılmış analarımızın təhqir olunduğuna görə etiraz eləyib Nazim Baydəmirli, o bu günlərim zindanlara məhkum olunubdur. Zindanda onu qarşısa salırlar, o çaldırlar, onu təhqir eləyirlər, ailəsini qorxudurlar. Onun xanımına deyirlər ki, sənin səsin çıxmasın, sən azad kanallara çıxıb etiraz eləməginə. Ona görə də onun ailəsi etiraz eləyə bilmir. Çox dərdlərimiz çoxdur. Hansı sahədən yapışırsan, yapış, istəyirsən təhsildən, istəyirsən səhiyyədən, insan haqlarından bütün sahələrimiz artıq çürüyübdür. Azərbaycan devləti deyilən bir şey çürüyüb. Bu işğal altındadır. Bizi məhv eləməyə çalışırlar.